Mən çox əsəbi olaraq bu sözləri demək zorundayam. Baxın, bugün bu son bu zəlzələ ki oldu, ondan sonra bir ay yarım, 2 aydır zəlzələ barədə konkret heç kim danışmır. Ya bilim adamları, ya da ki mən o hisslərə sahibəm deyən adamlar. Bu bizim kimi, mənim kimi əsasən videoları paylaşandan sonra bir çoxları bu barədə həm bilim adamları bəzi saytlarda danışmağa başlayır, həm də bəzi özünü ekstrasensəm deyənlər. Çünki onlar bilir ki, Nadim Əlixanovun dedikləri düz çıxır və bunu işidən görənlər dərhal çıxırlar, nəyəsə danışmağa başlayırlar. Madəm ki bu videoya qədər danışan idisə, niyə bu yaxın zamanlarda, bu qədər yaxın zamanlarda baş verəcək zəlzələləri hiss etmirsiniz? Dünya üzərində bu qədər yaxın bir müddətdə, madəm ki baş verəcək doğrudan da bu güclü zəlzələləri 8 rəqəm deyirdim həmişə. 8 rəqəm və 8-dən də çox bal gücündə olacaq. 7, 6, 7,5, 8, 8,5 ardıcıl baş verəcək bu zəlzələlər dünya üzərində. Nojeli bilim adamlar bilmir. Bunu bilmək olmaz deyirsiniz. Ekstrasens hesablayanlar Nojeli bu barədə danışmır. Gərək hardasa nəsə baş versin, sonra çıxıb danışasınız ki, ay belə olacaq, falan olacaq. Ya da ki arada o ipucu atdığı bəzi proqnozları zəlzələlər barədə nə vaxtsa dediyiniz, bəzi adamların dediyi vaxtında olmadığı, tarix qoyduğu videolardan bir kusoku parçalayaraq qoyacaqmısınız ortalığa ki, bax mən demişdim deyə. Əziz gözəl dostlar, bunları demək, xatırlatmaq məqsədim var ki, böyük hündür Novostroyka binalarda yaşayan hər bir kəs düşünməlidir ki, bütün dünya olaraq büyük zəlzələlərdən necə qorunmaq lazımdır. Çünki son 50 ilin, 60 ilin yaşadığı ağsaqqallardan da soruşun ki, illərdə bir olduğu zəlzələlər heç. Ardıcıl bir çox ölkələrdə, şəhərlərdə bir neçə dənə, sanki yerlərdən buraya deşik açılan kimi bir vəziyyət yaranan belə zəlzələlər olubmu? Onlar deyəcək, biz görməmişik. Amma bəzilər deyəcək ki, qiyamətin əlamətləridir, biz dini kitablardan bunu eşitmişik, bəli. Sadəcə siz kitablarda yazdıqlarınızı izah etməyə başlayacaqsınız zaman gələndə. Siz bu kitabda bunu demişdi, sən oradan oxumusan deyə başlayacaqsınız. O kitablarda tarix veribmi, zamanı göstəribmi? Məncə yox. Sadəcə bu təbii fəlakətləri hesablayan elm adamları vaxtı ilə o kitabları da yazanlar, qabaq görən savadlı kitablara yazılmış adamlar, bəli, bu hadisələr ola bilər. Çünki fiziksel olaraq bu iqlim, bu təbiət bunu tələb eləyir. Bəli, bu hallar ola bilər, amma bu hallar bu yaxın, çox yaxın qulağın dibində olduğumuzu heç kim bugünkülər bunu görə bilmir, danışmır. Hər hansı TikToklarda illüzyon videoları var, o gic o hansısa bu boş yaradılmış bu videoları, ona nəsə ad verirlər, yaddan çıxdı. Quraşdırma videoları qoyurlar, nə eynirlər. Bugün hansı video yoxdur ki, bir şey baş verəndə bir kiminsə dediyi sözü ortalığa çıxmağa, çıxartmağa, qoymağa çalışırsınız. Əziz dostlarımız, əziz Azərbaycan və dünya Azərbaycanları, dünyada olan hər kəs, türk millətlər, hər kəs, mən sizlərə deyirəm ki, böyük, çox böyük təbii fəlakətlər çox yaxın zamanında, həm böyük sellərin daha çox olması, son 50, 40, 100 il görmədiyi çox böyük sellər, çox böyük küləklər, çox böyük zəlzələlər insanların malına, canına ziyan verməmək üçün bütün dünya olaraq bunun qabağı necə alması üçün bütün dövlətlər və mütəxəssislər bu barədə düşünməlidir. Gərək bir şey olsun, baş versin ki, siz o vaxtında əl-ayağa düşəsiz ki, nə etmək olar deyə. İndidən düşün. Təsəvvür edin ki, hər yer sirkələnir, hər yerdə dişi açılır, zəlzələlər alıb aparır dünyanı. Nə edəcəksinizsə, indidən o barədə düşünmək lazımdır. Çünki mənim hisslərim bunu deyir. Məni bunu eşidən, təkrarlayan çox olacaq. Sağ olun.